Azərbaycan yazısı Fərman Eyvazlı çox gözəl 2 hissəli bir kitab yazıb. Azərbaycandan Gürcüstana, Rusiyaya, İrana, Türkiyəyə qədər adı sanı yayılan Qaçaq Kərəm haqqında olan bu kitabı müəllif bir çox arxivlərdə və şəxslərdən topladığı materiallar əsasında yazıb. O zaman bütün Rusiya imperiyasında nəşr olunan Narodnaya Volyaya jurnalının 1895-ci ildə işıq üzü görmüş bir nömrəsində Qaçaq Kərəmdən dəhşətli bir tufan, calı tufan deyə heyrətlə bəhs edilir. Qaçaq Kərəm əvvəl Kazımxan hərəkatına, sonra isə Səttarxan hərəkatına dəstək olub. Gürcü və Azərbaycan dillərini mükəmməl bilən Qaçaq Kərəm 21 avqust 1896-cı ildə sarayda İran Şahı Müzəffərəddin Mirzəyə qarşı terrorun qarşısını aldığına görə Rusiya imperatoru onun həyatını bağışlamış, amma imperiya ərazisinə gəlişinə qadağa qoymuşdur. İranda yaşamağa məcbur olan Qaçaq Kərəm Azərbaycan ilə daima əlaqə saxlamış, Stalini Qaçaq Gülsüm, Süleyman Əli ilə həbsdən xilas etmiş, sonra isə 2 ay Stalini Təbrizə dəvət edib yanında saxlamışdır. Qaçaq Kərəm Gürcüstanda çox məşhur idi. Gürcü dili bildiyi üçün tez-tez bura gedirdi. Troybağ, İberiyaya kimi nüfuzlu Gürcü qəzetləri də öz oxucularını ardıcıl surətdə Qaçaq Kərəmin fəaliyyəti, harada və kimlərə qarşı vuruşması ilə tanış edirdi. Troybağ qəzetinin xüsusilə 1885-ci ildə çapdan çıxan bir sıra saylarında Kərəmə geniş yer ayrılmışdı. Maksim Gorkinin Oçerkində də qeyd olunduğu kimi Tiflisdə, Axalsıq, Kutaisi, Signaxi, Goril, Duşeti qəzalarında Qaçaq Kərəm sevilirdi. Anton Purtseladze, Georgi Amilahvari, Vasili Barnov, Georgi Tumanishvili Gürcü dilindəki bədii və publisistik əsərlərində Qaçaq Kərəmdən çox yazıblar. Çox heyf ki, Gürcü arxivləri bu sənədlərə girişi bağlayıb, amma bəzi sənədləri əldə etmək olub. Mərhum Fərman Eyvazlının Qaçaq Kərəm əsərində onun Gürcü pəhlivanı və idmançısı Qula Qladneli ilə görüşü barədə qısa məlumat verir. Amma bu görüşün təsadüfən olduğunu yazır. Əslində isə yeni faktlar əksini deyir. Gürcü idman növləri içərisində bizim milli güləşin oxşarı olan Əcidavbaya növü var. Bu idman növü xüsusilə 18-ci əsrdən daha çox populyar olmağa başlayır. Bunun inkişafında Azərbaycanda olan güləş və zorxana çox böyük təsir etdiyindən onlar Azərbaycana tez-tez gəlir, burada görüşlər keçirirdi. 19-cu əsrin sonlarında isə Gürcülər Əcidavbayanı daha üstünə saymağa başlayırlar və nəticədə Gürcü pəhlivanları özlərini yuxarıdan aparmağa başlayırlar. Bunlar içində xüsusilə Qula Qladneli şəkildə sağdan dizi üstə duran Azərbaycanlıları qəbul etmirdi. O, həm idmançı, həm də özünü Gürcü millətçisi kimi aparırdı. Gürcü mətbuatında tez-tez Qaçaq Kərəm haqqında yazıların verilməsi, onun qəhrəman kimi tanınması, sərhədi keçib Gürcüstanda böyük hörmətlə qarşılanması onun xoşuna gəlmirdi. Eyni zamanda Qaçaq Kərəmin başına qoyulan pul bir tərəfdən də onu həvəsləndirirdi ki, onu tutub Rus qubernatorunun gözünə girsin. Bu məqsədlə silahlanıb Qazağa gəlir və Qaçaq Kərəmi axtarmağa başlayır. Lakin Qaçaq Kərəmin bir yerdə durmaması onun işini çətinləşdirirdi. Təsadüfən Kərəmin dalınca gedən Qula bir çox insanla bərabər Kərəmin dəstəsinin əlinə keçir. Üstü başı silahla dolu olan Qula barədə Kərəm də eşitmiş idi, çünki ona çatdırmış idilər ki, bir Gürcü pəhlivanı onu axtarır. Təsadüfən alınan bu görüş zamanı Qaçaq Kərəm onu yanına çağırır və silahları yerə qoyub burada nə gəzir sualını verir. Fərman müəllimin kitabında Qulanın pəhlivanlıq göstərişindən gəldiyini Qaçaq Kərəmə dediyi yazılır. Qaçaq Kərəmə doğrudan da belə deyir, amma o buna inanmır. Kərəm Qulaya silahları yerə qoyub əlbəyaxa döyüşə dəvət etsə də, pəhlivan Qaçağın qarşısında təslim olur. Silahları təhvil verib kənara çəkiləndə Qaçaq Kərəm ona deyir, ah pəhlivan, pəhlivan Qula bu barədə danışmasa da orada olan Gürcü yazısı və jurnalisti İlya Xoneli öz əsərində bu barədə geniş yazı verir. Bu yazıdan sonra Qula bir daha millətçi kimi çıxış etmir və sadəcə idmanla məşğul olur.
Qaçaq Kərəm Azərbaycan xalq tarixində Cənub bölgəsinin sosial mədəni yaddaşında və xüsusən folklor məkanında böyük iz qoymuş, əfsanəvi xalq qəhrəmanı kimi dəyərləndirilən, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində yaşamış cəsarətli bir şəxsiyyət olub. Onun həyatı, fəaliyyəti, xalq arasında yayılmış dastanlar və rəvayətlər, eləcə də real tarixi faktlar Qaçaq Kərəmin sadəcə bir qaçaq deyil, eyni zamanda ədalət axtarışının, zülmə qarşı üsyanın, kasıbların, zəiflərin qoruyucusu və arxa dayağı olmasının canlı nümunəsidir. Kərəm haqqında məlumatlar əsasən xalq arasında şifahi şəkildə nəsildən nəslə ötürülüb, bəzi mənbələrdə isə tarixi sənədlər, yerli tədqiqatçıların qeydləri və folklor nümunələri ilə zənginləşdirilib. Qaçaq Kərəmin obrazı Azərbaycanın taleyüklü çağlarında, xüsusilə də Çar Rusiyasının sərt idarəçiliyi dövründə, kəndlinin, yoxsulun hüquqsuz və qorxulu həyat şəraitində, ədalət və azadlıq uğrunda mübarizənin simvoluna çevrilmişdir. Onun adı ilə bağlı müxtəlif əfsanələr, mahnılar, lətifələr və dastanlar təkcə Cənub bölgəsində yox, demək olar ki, bütün Azərbaycan ərazisində yayılıb. Kərəm obrazı bəzən romantik qəhrəman, bəzən isə cəmiyyətin sosial-psixoloji ehtiyaclarının daşıyıcısı kimi təqdim olunur. Qaçaq Kərəmin həyatı və ailə mənşəyi. Qaçaq Kərəmin əsl adı və dəqiq doğum tarixi barədə arxiv və yazılı mənbələrdə müxtəlif məlumatlar mövcuddur. Bir çox xalq rəvayətlərində onun əsl nəcabətli, lakin yoxsul bir ailədə, əsasən Lənkəran, Yardımlı, Astara, Lerik və Masallı bölgələrinin kəndlərindən birində doğulduğu göstərilir. Kərəm gənc yaşlarından ailəsinin ağır güzəranı, kəndlilərin sosial ədalətsizlik və məmur zülmü ilə üzləşməsi səbəbi. Ailə mühitində böyüyən Kərəm ata və ana qayğısı ilə yanaşı, kənd həyatının sərt reallıqları, qohumların, qonşuların köməyinə ehtiyac duyduğu şəraitdə formalaşıb. Onun ailəsində böyüklərin mərdliyi, kasıba, imkansız arxa durmaq, haqsızlıqla barışmamaq kimi keyfiyyətlər daim tərbiyə verilib. Bütün bunlar Kərəmin sonraki həyatında özünü daha qabarıq şəkildə göstərir. O, sadəcə öz ailəsinin deyil, bütün kəndin, hətta regionun müdafiəçisi kimi formalaşır. Qaçaqçılığa başlama səbəbləri və ilk üsyanlar. Qaçaq Kərəmin qaçaq kimi tanınmasının başlıca səbəbi dövrün sosial-ictimai şəraiti ilə bağlı idi. Hay-hayasıda Cənub bölgəsində feodal münasibətləri, bəylərin, xanların və çar idarəçilərinin yerli əhaliyə qarşı haqsızlığı, ağır vergilər, torpaq ədalətsizliyi və sosial bərabərsizliyin dərinləşməsi xalq arasında narazılıq yaratmışdı. Kərəm də məhz bu ədalətsizliyə qarşı çıxan, məzlumun, zəifin yanında olan, haqsızlığa dözməyən, ədalət axtaran biri kimi tanınıb. Reklam. Türkiyədə təhsil. Kərəm haqqında rəvayətlərin bir çoxunda qeyd olunur ki, bir hadisə ailəsinə, yaxınlarına və ya kəndlilərə qarşı haqsızlıq, bəylər və ya məmurlar tərəfindən zülm və alçaldılma onun həyatının dönüş nöqtəsi olub. O, silah götürüb dağlara çəkilir, təkcə özünü deyil, ətrafında toplanan yoxsul və məzlum insanları da müdafiə etmək üçün öz dəstəsini yaradır. Qaçaq dəstəsinin formalaşması və fəaliyyəti. Qaçaq Kərəm ətrafında əsasən kəndlilər, kasıblar, bəylərin və məmurların zülmündən qaçanlar toplaşır. Dəstə qısa müddətdə regionda tanınır, xalq arasında yoxsulun qisasçısı, ədalət keşikçisi, kasıbların arxası kimi adlanır. Onlar əsasən dağlıq, meşəlik, əlçatmaz ərazilərdə gizlənir, puskular qurur, bəzən varlılara, bəzən isə dövlət idarəçilərinə qarşı hücumlar edir, ədalətsiz yollarla əldə olunan malı kasıblar arasında bölürdülər. Kərəmin dəstəsi sadəcə silahlı hücumlar etməklə kifayətlənmirdi, kəndlərə, ailələrə kömək edir, bəzən bəy və məmur zülmündən qaçan ailələri himayəyə götürürdü. Bu fəaliyyət təkcə dövlət orqanlarını deyil, bəzi varlı təbəqələri də narahat edir, onların Kərəmi aradan götürmək üçün dəstələr, muzlu silahlılar göndərməsinə səbəb olurdu. Cədvəldə Qaçaq Kərəmin dəstəsinin əsas fəaliyyət istiqamətləri ümumiləşdirilib. Qaçaq Kərəmin Azərbaycan folklorunda və xalq yaddaşında yeri. Qaçaq Kərəm Azərbaycan xalq folklorunda, xüsusilə Cənub bölgəsində xalq qəhrəmanı, ədalət və cəsarət simvolu kimi yaşayıb. Onun haqqında onlarla xalq mahnısı, şeir, rəvayət, hətta qısa dastanlar yaranıb. Kərəmin adı ilə bağlı olan nağıl və lətifələrdə onun cəsarəti, bəzən zarafatçıl və müdrikliyi, həm də kasıblara qarşı həssaslığı xüsusi vurğulanır. Xüsusilə toy və yas mərasimlərindən, el məclislərində onun macəraları, xalqın çətin günündə göstərdiyi kömək çox danışılır. Qaçaq Kərəm obrazı Azərbaycan cəmiyyətində arxa, qahmar, köməkçiyə və doğru yolun müdafiəçisiyə kimi dəyərlərin təcəssümüdür.
Xalqın kollektiv şuurunda o, hər zaman haqsızlığın və ədalətsizliyin qarşısında dayanan, qorxmadan fədakarlıqla mübarizə aparan bir qəhrəmandır. Qaçaq Kərəmin fəaliyyəti və dövlət orqanları ilə münasibətləri. Qaçaq Kərəmin və dəstəsinin fəaliyyəti uzun müddət çar idarəçiləri və bəylər üçün böyük baş ağrısı olurdu. Onun tutulması üçün bölgəyə tez-tez ekspedisiyalar, xüsusi dəstələr göndərilirdi. Buna baxmayaraq, xalqın və kəndlilərin ona verdiyi dəstək, coğrafi bilik və çətin relyef, Qaçaq Kərəmin və dəstəsinin illərlə tutulmamasına səbəb olurdu. Dövlət orqanları ilə açıq toqquşmalar, bəylərlə münaqişələr və sosial-mədəni dirəniş Qaçaq Kərəmin və dəstəsinin folklor və real tarixdə qəhrəmanlıq statusunu möhkəmləndirirdi. Onun ömrünün sonu ilə bağlı müxtəlif rəvayətlər olsa da, əksər versiyalarda o, ya dövlət qüvvələri ilə silahlı qarşıdurmada, ya da xəyanət nəticəsində öldürülüb. Qaçaq Kərəmin mirası və Azərbaycan cəmiyyətinə təsiri. Qaçaq Kərəm təkcə hay-hayasıda deyil, müasir Azərbaycan üçün də sosial ədalət, dürüstlük, arxadayaqlıq, xalqı müdafiə etmək kimi dəyərlərin simvolu olaraq qalır. Onun fəaliyyəti, xalq yaddaşında buraxdığı izlər, folklorda yaşadılan obrazı gənc nəslə mənəvi və əxlaqi dəyərlərin ötürülməsində, milli ruhun formalaşmasında mühüm rol oynayır. Onun barəsində yazılan folklor nümunələri, mahnılar, lətifələr və hətta yerli tədqiqatçıların əsərləri bugün də müzakirə olunur, yeni nəsillərə nümunə göstərilir. Kərəm obrazı, xüsusilə sosial ədalətsizliyin hələ də aktual olduğu cəmiyyətlərdə xalqın qahmarı olmaq nümunəsi kimi dəyərləndirilir. Əfsanə və tarixi faktlar. Qaçaq Kərəmin həyat yolu ətrafında formalaşan əfsanəvi motivlər bəzən reallıqdan fərqli olsa da, onun simvolik mahiyyəti və xalqın kollektiv şuurundakı yeri əvəzsizdir. Bəzi tədqiqatçılar Kərəmin obrazında müxtəlif tarixi şəxsiyyətlərin və real qaçaq dəstələrinin birləşdiyini qeyd edir. Ancaq istər folklor, istərsə də tarixi baxımdan Kərəm obrazı Azərbaycan xalqının azadlıq və ədalət arzusunun bədii ifadəsidir. Ən çox verilən suallar. Qaçaq Kərəm kimdir? Qaçaq Kərəm 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Cənub bölgəsində, əsasən Lənkəran, Astara, Lerik, Yardımlı və Masallıda fəaliyyət göstərmiş, xalq arasında ədalət, cəsarət və arxadayaqlıq simvoluna çevrilmiş əfsanəvi qaçaq və xalq qəhrəmanıdır. Qaçaq Kərəmin əsl adı və mənşəyi nədir? Əksər mənbələrdə onun əsl adı Kərəm kimi qeyd olunur, lakin dəqiq soyadı və doğum tarixi barədə fərqli rəvayətlər var. O, kasıb, lakin mərd və ədalətli ailədə böyüyüb. Qaçaqçılığa başlama səbəbi nə idi? Kərəm kəndlilərin, kasıbların, ailəsinin və yaxınlarının bəylər və çar məmurları tərəfindən haqsızlığa və zülmə məruz qalmasından sonra silaha sarılıb və öz dəstəsini yaradıb. Qaçaq Kərəmin dəstəsi kimlərdən ibarət idi? Dəstə əsasən kəndlilər, kasıblar və haqsızlıqdan qaçanlar arasında toplanırdı. Onlar Kərəmin rəhbərliyi ilə bölgədə sosial ədalət uğrunda mübarizə aparırdılar. Qaçaq Kərəmin əsas fəaliyyəti nədən ibarət idi? O, kasıblara kömək etmək, varlıların və məmurların zülmünə qarşı çıxmaq, xalq arasında sosial bərabərliyi qorumaq məqsədilə silahlı müqavimət təşkil edirdi. Qaçaq Kərəm folklor və ədəbiyyatda necə təsvir olunur? Qaçaq Kərəm Azərbaycan xalq dastanlarından, mahnılarından, lətifələrində və el məclislərində ədalətli, mərd, arxadayaqlı və kasıbların müdafiəçisi kimi yadda qalıb. Qaçaq Kərəmin ömrünün sonu necə olub? Ən çox yayılan rəvayətlərə görə, Qaçaq Kərəm ya dövlət qüvvələri ilə silahlı qarşıdurmada, ya da yaxın ətrafında baş verən xəyanət nəticəsində həlak olub. Qaçaq Kərəmin fəaliyyəti Azərbaycan cəmiyyətinə necə təsir edib? Onun fəaliyyəti və simvolik obrazı sosial ədalət, insanlara arxa olmaq, dürüstlük və milli həmrəylik ideyalarının cəmiyyətə və yeni nəslə ötürülməsində böyük rol oynayıb. Qaçaq Kərəmin adı ilə bağlı hansı folklor nümunələri mövcuddur? Onun adı ilə xalq arasında mahnılar, lətifələr, qısa dastanlar və rəvayətlər yaranıb. Bu nümunələrdə onun cəsarəti və xalqı qoruması əsas mövzudur. Qaçaq Kərəm müasir dövrdə nəyi simvolizə edir? Qaçaq Kərəm bugün də xalq yaddaşında ədalət, cəsarət, arxadayaqlıq və sosial müdafiə rəmzi kimi qalır. Folklor və tarixi irsin ayrılmaz hissəsi sayılır.
Ən yaxın dostu ilə düşmən oldu. Stalinin həyatını xilas etdi. Maksim Gorki onun haqqında yazdı. Qaçaq Kərəm kim idi? Qaçaq Kərəm, Kərəm İskəndəroğlu 1860-cı ildə Qazax qəzasının Qraf Kəsəmən kəndində anadan olub. Molla Zalın nəvəsi Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin qardaşı nəvəsi silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası İskəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb Sibirə sürgün edilir. Lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünür. Atası öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürür. Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə həsr olundu. Medianın İnkişafı Agentliyinin yeni nizamnaməsi hazırlanacaq. Pandemik mələk Orxan Fikrətoğlunun hekayəsi. Bir müddət sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə də bütün Zaqafqaziyada məşhurlaşır. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması olur. O zaman bütün Rusiya imperiyasında nəşr olunan Narodnaya Volya jurnalının 1895-ci ildə işıq üzü görmüş bir nömrəsində Qaçaq Kərəmdən dəhşətli bir tufan, calı tufan deyə heyrətlə bəhs edilir. Maksim Gorki isə onun haqqında yazırdı. Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir. Qafqaz qaçaqları içərisində ən rəşadətlisi Kərəmdir. Kərəm əfsanə və nağıllar qəhrəmanıdır. O, ədalət mücəssəməsidir. Zaqafqaziyanın müxtəlif puşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında Kərəm körpüsü, Kərəm payası, Kərəm bazarı, Kərəm çalası, Kərəm yolu, Kərəm payı, Kərəm bulağı, Kərəm meydanı kimi bir sıra yer adları yaranır. Qaçaq Kərəm Türkiyəyə keçdiyi vaxt sərhədçilər tərəfindən təqib olunarkən sərhəd rəisi Navin bəyi öldürür. Yenidən öz torpaqlarına qayıdan Kərəm günahsız kəndlilərin onun üstündə çar məmurları tərəfindən incidildiyini görüb, Hay-Hayasın 90-cı illərində yenidən Cənubi Azərbaycana keçir, orada işləyib, ailə qurur. Kərəm bağışlanılmasına baxmayaraq, ömrünün sonuna kimi ədalətsizliyə qarşı mübarizə aparır. Qaçaq Kərəm əvvəl Kazımxan hərəkatına, sonra isə Səttarxan hərəkatına dəstək olub. O, Səttarxanla həm də yaxın qohum olub. Kərəmin babaları Xoydan gəlib Qazaxda məskunlaşmışdılar. Kərəmin atası Qaçaq İskəndərin bibisi oğlu məşhur Qazax Məmməd olub. Səttarxan da Qazax Məmmədin bacısı oğludur. Qaçaq Kərəm həm də Yosif Stalinin Sosucuqaşvili həyatını xilas edən adam kimi tanınır. Stalinin ilk siyasi həbsi 1902-ci ildə Batumidə kütləvi ixtişaşlar zamanı baş verir. 5 aprel 1902-ci ildə onu həbsxanaya salırlar. Burada da onun dinc durmadığını görən rəsmilər onun başqa həbsxanaya köçürülməsinə qərar verirlər. Sosucuqaşvili Gəncəyə yatab gedəcəyini öyrənir. O, sevdiyi parolla pəncərədən daş gəlir mahnısını ifa edərək daş bükülmüş kağız vasitəsilə dustaqlara ötürüb, bu barədə yerli qaçaqlara məlumat verilməsini istəyir. Bu məktub qaçaqlara və onlar içində daha nüfuzlu və güclü olan Qaçaq Kərəmə çatır. Kərəm Tiflisdən Gəncəyə bir vaqon dustaq, bir vaqon da pul göndərildiyi haqda Qaçaq Süleyman adı ilə məşhurlaşan Qaçaq Gülsümə məlumat göndərir. Qaçaq Süleyman bu məlumatı alan kimi Gürcüstanla əlaqəyə girir. Ona məlumat verirlər ki, yatab gətirən qatarda külli miqdarda pul və siyasi baxışlarına görə həbs edilən dustaqlar var. Qatar Gəncə yolunda olanda Qaçaq Süleyman Kərəmin ona başa saldığı plan üzrə hərəkətə keçir. İlk olaraq qatara öz adamlarını yerləşdirə bilən qaçaqlar boş ərazidə maşinisti öldürüb, qatarı dayandırırlar. Əməliyyat uğurla başa çatır. Dustaqlar azad edilir, pullar götürülür. Sosucuqaşvili də biləndə ki, qaçaqlar kəndlilərin haqqı uğrunda mübarizə aparır, o da Süleymanın dəstəsinə qoşulur. 7 ay bu dəstədə olur. Bir xeyli əməliyyatlarda da iştirak edir. Qaçaq Kərəmlə Sosu arasında dostluq yaranır. Onun qorxmaz igid olduğunu eşidən Kərəm ona xəncər və tapança hədiyyə göndərir. Onun xalq arasında dildən dilə gəzən qəhrəmanlıq hekayələri xırda çinovniklərdən tutmuş, pristava qədər bütün çar məmurlarını qorxuya salır. Çarizm onu aradan götürmək üçün min bir fitnə, fəsadlara əl atsa da istədiyinə nail ola bilmir. Qazax qəza rəisi Yosif Qançeli, Gəncə qubernatoru Nakaşıcı, polis dəstəsinin rəisi Hüseyin bəy İsrafilbəyov, Ağstafa pristavı Aleksandr Yüzbaşov, Dağıstan süvari alayının komandiri Artil Cavcavadze, Kazaq dəstələri və yerli satqınlarla birləşərək dəfələrlə Kərəmi tutmağa və öldürməyə cəhd göstərsə mümkün olmur.
O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə Qaçaq Kərəm bir müddət dost olublar. Ancaq sonradan Kərəm ilə İsrafil ağa qan düşməni olurlar. Bu dostluq, eləcə də aralarında sonradan yaranan mərdanə düşmənçilik onların adına dastanlar qoşulmasına gətirib çıxarıb. Deyilənlərə görə Kərəmin qardaş qədər yaxın olduğu can dostu İsrafil ağa ilə aralarında düşmənçiliyin yaranması da məhz elə Kərəmin düşmənlərinin əl işi idi. Qaçaq Kərəm 1910-cu ildə öz əcəli ilə İranda dünyasını dəyişir. O, öz əcəli ilə dünyasını dəyişən yeganə qaçaq olur. Azərbaycan xalqının ən çox sevdiyi, vəsf etdiyi Qaçaq Nəbinin həyatı və mübarizəsini əks etdirən ən etibarlı, bitkin, dolğun mənbə heç şübhəsiz tarixçi, folklorşünas Bəhlul Behçətin 1930-cu illərdə yazdığı, 80 ildən bəri arxivdə saxlanan Qaçaq Nəbinin tarixiyə vəsiqə və sənədlər üzrə kitabıdır. Ona görə ki, müəllif Qaçaq Nəbinin müasiri, həm yerlisi, onu və dəstəsindəkilərin əksəriyyətini yaxından tanıyan, görüşüb söhbətləşən, mübarizəsinin məramını yaxşı bilən müdrik insandır. Bəhlul Əfəndinin araşdırıcı kimi tədqiqat subyektinə yanaşma metodu, mövqeyi bir çox müasirlərindən fərqli olaraq tamamilə düzgündür, inandırıcıdır, obyektivdir. Qaçaq Nəbi tarixini müxtəsər də olsa yada salanlar olmuş olsa da, lakin bir qədər yalan, yanlış və qeyri-təbii halda nəzərə çatdırıldığından o qədər də uğurlu alınmamışdır. Biz Qaçaq Nəbi tarixini nə əfsanələrlə dolu qeyri-təbii hadisələrin bir-birinə quraşdırılmış macəralar yığını hesab edirik, nə də Qaçaq Nəbini olmayan sərgüzəştlər, qəhrəmanı və ya xalqı əyləndirici hekayələr sahibi Don Kixot kimi tanıyırıq. Biz Qaçaq Nəbini həyatın ziddiyyətləri ilə mübarizədə şöhrət qazanmış bir amil hesab edirik və onun həyat mübarizə tarixinə də bu baxımdan yanaşmağı lazım bilirik. 55 başlıqda verilmiş fakt, detalın hər biri Qaçaq Nəbi hərəkatının mahiyyətini, fərdi şücaətinin, igidliyinin konkret bir səhifəsidir. Qaçaq Nəbinin Xinzirəyə hücumu və Bedrus bəylə keşişi öz evində öldürməsi, Qaçaq Nəbinin Dağbəyi Ginkör Qrikoru öldürməsi, Xuçmanski Lütvəli bəyi öldürməsi, Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçevan kəndində ermənilər tərəfindən öldürülməsi, Maltepe Sarımsaqlıda Naxçıvan naçalniki Slovenki və Zəngəzur naçalniki Səlim bəylə döyüşü, Əliqulşağında erməni tacirlərin xəyanəti və öldürülməsi, Çətəndaşda savaşı və Telli Qaranın vurulması, Güllü Pir, Qoparandağ, Qısırdağ davası, Kürdlər kəndində, Ərikli dağ, Murov, Dikplakanda və digər savaşların hamısının iştirakçıları, şahidləri, söyləyənlər, savaş yerlərinin dəqiq coğrafiyasına qədər hamısı kitabda yerbəyər, adbaad göstərilir. Qaçaq Nəbinin qaçaqçılıqdan əvvəlki həyatı, yurdu, nökərçilik, ailə vəziyyəti, qaçaqçılıq və onun ümumi səbəbləri, xalq Qaçaq Nəbiyə nə cür baxırdı, Qaçaq Nəbinin birinci dəfə tutulması, Qaçaq Nəbinin ikinci dəfə tutulması, Həcərin birinci dəfə tutulması, və əs. Sadə, aydın, dəqiq boyalarla göstərilir. Xalq qəhrəmanının və Həcərin fiziki görkəmin, boy-buxunu, təəssüf ki, bizim kinoda gördüyümüz, yaddaşımızda da çox zaman eləcə canlanan Nəbi Həcərin tamam əksi olan, canlı təsvirlə oxucu gözləri önündə canlanır. Nəbi gödək boylu, yığcam cüssəli, zirək və yüngül hərəkətli bir oğlan idi. Nəbi qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Həcər qarayanız, yəni qaraya yaxın qarabuğdayı rəngdə çöhrəyə malik sağlam bədənli xoşsuma bir qadın idi. Nəbinin mənəviyyatının əxlaqi keyfiyyətlərini səziyyələndirən sətirlər də inandırıcıdır, çünki bu xarakterlər bir çox konkret hadisələrdə özünü büruzə verir. Nəbi öz hərəkətlərində namus və iffətli olub, ondan xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxarmazdı. O, qadına hörmət barəsində çoxdan çox ehtiyatlı idi, qadına toxunmazdı. Yoldaşlarına qarşı çox diqqətçil və qayğı göstərən idi. Nəbi öz yoldaşlarına gizli oğurluğu qadağan etmişdi, onun bütün qarətləri müəyyən bir məqsədlə olurdu. O yolları kəsərək hər gələn gedəni soymaq işindən uzaq idi. Təsadüfi yol kəsmək onların işi deyildi. Bəhlul Behçət bu xalq qəhrəmanlarının milli, etnik kimliyinə dair yer alan mübahisələrə, güya onların Kürd olmasına dair yazılanları məqamında dürüst qiymət, dəqiq bilgi verərək yazır. Aşağı və yuxarı hər iki mollu türk qövmünə mənsubdur. İrandan Şuşaya qaçaq mal daşıyan tacirlərə 10 il mühafizlik, bələdçilik, nökərçilik etmiş etibarlı, qorxubilməz kəndisi balası Nəbinin danışığı da sadə, təbiidir. Dialekt, şivə sözləri müəllifdə olduğu kimi saxlanıb.
Nəbi atlılara tərəf çağırıb dedi: "Ey binamuslar, yenə düşmüsünüz Mahmudun dalına şotdadırsınız. Adınızı bəy qoyub cəmaatı yığıb tökürsünüz mənim üstümə adə. Ay Kürd, mənə güllə atmasanız da o dılğır bəylərə də qoşulmayın." Nəbi bu davada divan atlısını çox kürşütdü və s. Təkcə qaçaq Nəbi 1850-96 ömrünə yox, həm də bütövlükdə hay-hayası Qarabağ Zəngəzur tarixinə, coğrafiya, etnografiya, məişətinə güzgü tutan bu kitabın mətnini hazırlayan və ön sözün müəllifi Professor İsrafil Abbaslı ilə elmi redaktor və naşir Tarix Elmlər Namizədi Əlağa Cəfərova Nəcib əməllərinə, zəhmətlərinə görə təşəkkürlər düşür. Qaçaq Nəbiyə xalq məhəbbətinin səbəbi. Bəhlul Behçət həm də Nəbinin şəninə xalqın qoşduğu çox sayda şeirlərin də ilk toplayıcısı olub. Bu qəhrəmanların xalq tərəfindən bu qədər çox sevilməsinin, adına çox miqdarda şeir, mahnıların qoşulmasını da həm igidliyi, həm də kəndlilərə qəlbən yaxınlığı, xeyirxahlığı ilə bağlayır. Kasıb bir ailə var yoxunu satıb nişanlı tək oğluna verir ki, gedib Uşadan sevgilisinə toy hədiyyələri alıb gətirsin. Toy günü də təyin olunub. Qayıdan baş yolda oğrular oğlanı yağmalayır. Ailənin başçısının ümidi tək Nəbiyədir. Dağlara çıxır. Nəbini tapır, əhvalatı danışır. Nəbi Həcər sonuncu pul, qızıllarını kişiyə verir. Toya qalan 3 günü də oğrunun tapılmasına sərf edir. Oğruları tapıb şeyşüylərlə birlikdə haqlı cəzalarını almaları üçün toy gedə-gedə əlləri bağlı pristavın yanına göndərir. Onun üstünə göndərilənlərin bir çoxu aldanmış, şirnikləndirilmiş kəndli cavanlar olardı. Nəbi həmişə tapşırarmış ki, onların atların vurun, özlərin yox. Qəndi, Çayır, Duzu müsəlman kəndlərinə ermənilərdən 5-6 qat baha satan erməni tacirlərinin İrandan gətirdikləri qaçaq malının bir hissəsini alıb Padar düzündə aclıq çəkən kasıb cəmaata payladır. Yüzbaşının öz nəfinə yığdığı vergini cəmaata paylayıb yüzbaşının möhürü ilə borclarını tamam ödədiklərinə dair sənədlərin yazıb verir. Atları tara düşüb qalanda bir neçə gün pay piyada yol gedirlər. Kasıb insanlar öz atların onlara vermək istəyəndə deyir: "Əgər mən cəmaat atı aparsaydım, bu qədər yolu burayacan piyada gəlməzdim. Sizin atınız mənə lazım deyil. Siz mənə mülkədar atlarının yerin göstərin." Müasir tariximizdən çox da uzaq zamanda durmayan bu qəhrəmanının dəstəsindəkilərin sayı heç zaman 20 nəfərdən artıq olmayıb. Lakin bu qaçaq dəstəsinin sayca 10-20 dəfə artıq düşmən üzərində qələbələrinin birinci uğuru onların qoçaqlıq, igidliyində, digəri xalqın onlara arxa dayaq durmasından, Nəbi Dəmirçilərli Bədəl Şəfioğlunun evində, Nəbinin kəndlilərlə səmimi əlaqəsi və əs. Nəbiyə Osmanlıdan hədiyyə göndərilmiş aynalı tüfəngi Rüstəmbəyovun ilxısından seçdiyi cins bozatında idisə, o biri yandan da Nəbinin dəfələrcə sınaqdan keçirdiyi savaş, döyüş taktikasında idi. Nəbinin hərəkət və fəaliyyəti üçün dağlıq yerlərdə olub ətrafında möhkəm sığınacaq rolunu oynayan qayalar və dağlar olan ərazilər əlverişli idi. Açıq və düzənlik yerlərdə qalmaq Nəbi üçün heç əlverişli deyildi, qorxulu idi. Qaçaq Nəbinin üsyançı bir qaçaq olduğu o qədər mühüm əsaslara şamildir ki, onun kimi ikinci bir Nəbini Azərbaycan məmləkətində xatırlamaq çətindir. O, Çar hökumətindən qaçmışdı. Ona Naxçıvanda baş verən bir olay üstündə haqsız yerə 8 il katorqa cəzası verilib Şuşaya aparılarkən Sıldırım dağ keçidindən qolbağlı üzü aşağı özünü atmışdı. Onun qaçmasına səbəb şəxsi arzu və fərdi cinayət üstündə olmamışdı. Nəbi hərəkatının motivi və mahiyyəti. Son abzasa bunları da əlavə edək. Qazaxda, Gəncədə, Qarabağda, Bakıda bir çox mahallarda Çar hökumətinin dəhşətli qanunlarına qarşı etirazlar, üsyanlar olsa da, onların qaçaqlıq dövrü və göstərdikləri fəaliyyətləri Nəbinin qaçaqçılıq hərəkatında olan hadisələri bir yekun olaraq nəzərdən keçirdikdə Çar hökuməti Azərbaycanı işğal etdikdən ta son mərhələsinədək onun kimi bir qaçaq gözə çarpmayacağı aydın olacaq. Kəmiyyət və keyfiyyətcə heç biri qaçaq Nəbinin fəaliyyət və hərəkatına bənzəməyir. Çar hökuməti Qafqazı işğal etdikdən ta qaçaq Nəbinin zamanınacan Nəbiyə oxşar bir qaçaqçılıq hərəkatı görməmişdi. Qaçaqlar çox olmuşdusa da Nəbi kimi mütəşəkkil və çox uzun zaman davam gətirə biləni olmamışdı. Qaçaq Nəbidən başqa bu qədər mütəşəkkil başqa heç bir qaçaqlıq fəaliyyətini təsəvvür etmək imkanı yoxdur. Belə qüvvətli və mütəşəkkil hərəkət və bununla bərabər tutduğu yol və gözlədiyi məqam olduqca xarakterik bir hərəkət ancaq Nəbiyə məxsusdur. Nəbi qardaşını öldürən ermənilərdən Mehdinin intiqamını almaq üçün çox çalışdı. Ancaq onu öldürənlər Çar hökumətinə bağlı naçalnik, pristavların təhriki ilə aradan çıxmışdılar. Bəhlul Behçətin qaçaq Nəbinin fəaliyyətinin yekunu əndə gəldiyi qənaətlər eynən başqa bir müasiri Azərbaycan istiqlal məfkürəsinin və dünyəvi demokratik Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin
Azərbaycan tarixində qaçaq hərəkatı məqaləsindəki dəyərləndirmələri ilə üst-üstə düşür. Azərbaycanda qaçaq hərəkatı əsasən Rus Çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. Nəbinin əsas düşmənləri Çar rejimi, xanlar və bəylər idi. O, bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. İstismarçı imperializmə və Rus Çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət Rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. Həcərin Nəbidən sonraki həyatı. Həcər Nəbini İranda el adəti ilə dəfn edib Zəngəzura geri dönür, qohumlarının yardımı ilə bir müddət gizli yaşayır. Sonra üzə çıxıb aşağı Molluda Nəbinin yaxın qohumu olan Həmzə adlı gənc bir çobanla ailə qurur, yaşayır. Nəbidən övladı olmamışdı. Həmzədən övladı olur. Bu məlum fakt tədqiqat, araşdırma kitabında bir neçə dəfə yada salınır. Qeyd edək ki, Həcər 1914-cü ildə 54 yaşında dünyasını dəyişib. Başdaşına əksi həkk olunmuş məzarı Qubadlının aşağı Mollu kənd qəbiristanlığında dururdu. Onun evlənməsi isə belə olur. Nəbidən sonra da köhnə düşmənlər 30 yaşlı Həcəri rahat buraxmırdı. Hələ də gəncliyini, şuxluğunu özündə saxlayan, tənha yaşayan dul qadının adına müxtəlif böhtan şərşəbədə uydurub yayırlar. Bu da həm Həcərə, həm qohum məqrəbasına çox toxunur. Kəndin qeyrətli kişilərindən olan qohumu Həmzənin ömür gün yoldaşı rəhmətə gedibmiş, övladı ilə tənha qalırmış. Bir axşam Həmzə qabağında qoyun quzusu yolağanın ağzından keçəndə çağırır. Ay Həmzə, burdan gəl, bu mitil bükülüsünü də at çiynindən, arxamca gəl. Həmzə bu kişi qeyrətli qadın necə deyirsən, elə də eləyir. Düz gəlib girir Həmzənin həyətinə, qonşudan da bir neçə nəfər ağsaqqallar bir çək çağırır, Nəbi ilə ev sahibəsinin ruhuna Quran oxutdurur, sonra deyir. Ay ellilərim, siz Allah şahidisiniz ki, mən Nəbini necə istəmişəm, ömrümdə xəyalıma da gəlməzdi ki, Nəbidən sonra kiminsə adını tuta bilərəm, amma neynim, görürsünüz ki, bu namərdlər mərdi də qova-qova namərd eləyəndilər. Təzədən dağa-daşa düşmək də çox gecdir, bunu da Nəbinin özümün ad-sanını qorumaq xatirinə eləyirəm. Ay molla, mənim kəbinimi bu şahidlərin iştirakı ilə kəs bu Həmzəyə, day bu gündən Allahın izni ilə oluram bu yetimlərin analığı, Həmzənin halalı. Həcərin Həmzədən bir qızı da olur. Nəvəsi 2-ci Dünya müharibəsinin veteranı, əlili olan, orden medallı əliş kişi doğma kəndini, yurt yuvasını tərk eləmir, tüfəngini götürüb öz məhləssindəcə erməniləri gözləyir, öldürür də özü də şəhid olur, 93 gün 30 avqustunda. O rəhmətliklə Qaçaq Nəbi kolxozunda taxıl təhkimçisi olanda çox söhbətlərim olmuşdu, yaşlılardan eşidib öyrəndiklərimi ona da danışmışdım, demişdi ki, hamısı düzdür, elə deyilən kimidir. Məhəmməd Əmin Rəsulzadə yazır. Çar idarəsinin qaçaqların ailəsinə etdiyi zülm heç bir insanlığa, heç bir ədalət qanunlarına sığmırdı. Şair Zakiri təhqir etmək üçün Şuşanın komendantı Tarxanovun onun arvadını bir Rus kəndlisinə ərə verməsi Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdəndir. Bəzi qaçaq arvadlarının Rus əskərlərinin təcavüzünə məruz qalması hələ də yaddan çıxmamışdır. Bu barədə Azərbaycanda Yeniləşmə Hərəkatı adlı kitabımızın Şair Zakir bölümündə məlumat vermişik, əlavə şərhə ehtiyac varmı? Xəyanət davam edir. Həcər xanımın 20 ildən bəri əsirlikdə, qəriblikdə qalan biz Azərbaycan kişilərindən onsuz da incik ruhunu son illərdə əvvəl bir rəhmətlik şairimiz incitdi, düzdür sonra nə qədər yanlış səhvə, günaha batdığını anlayıb üzrün xalqdan dilədi. Ancaq bu lafı bu yaxınlarda boya iddiası, ağlı gödəni ilə tərs mütənasib yazısımız radio çıxışında təkrar elədi, güya Həcər Nəbidən sonra Erməniyə ərə gedibmiş. Təəssüflər olsun ki, Azərbaycanda bugün səsi gür çıxanların bir çoxu elə Nəbi Həcər kimi qeyrətli vətən övladlarının qəsdinə duran, sifariş alan, imkan düşən kimi arxadan vuran Rus Slovenski, Fars Əmir Bahadır, Erməni Arzumanyan, sapı özümüzdən olan baltalar var dövlət hərisi Şah Hüseyn kimilərinin dost doğmaca törəmələridir. Nə edək, biz də belə qövmük, ona görə də cəzamızı çəkirik. Nəhayət Peterburqdan Tiflisə gələn qəti təlimat üzrə başda Arzumanyan olmaqla bütün qüvvələr birləşir, həlqə daralır, xəyanət öz işini görür, əvvəlcə ən yaxın, sadiq silahdaşları bir-bir aradan götürülür.
ən etibar etdiyi Şah Hüseynin şəxsən İran şahzadəsi Əmir Bahadırın elçisi ilə gizli görüşü təşkil edilir. Xan titulu, bir neçə kəndi torpağı qarışıq ona verən imzalı fərmanı göstərilir. Rus çarının qızıl medalı, hərbi rütbə, vəzifə vəd olunur. 15 ildən çox ələ keçməz, güllə batmaz dağlar qartalına çevrilən Nəbi İranla Türkiyə arasındakı bir kənddə tələyə düşür. Qaçaq Nəbi ilə açıqdan açığa mübarizədə aciz qalmış çar hökuməti məmurları, xüsusilə də Zəngəzur mahalı naçalniki Səlim bəy yeni iş üsulu fikirləşib Nəbini tamam yox etmək ya da onun qüvvəsini zəiflətmək qəsdinə düşmüşdü. Bu üsul Nəbi ilə yoldaşları arasında fitnəkarlıq törətməkdən ibarət idi. Nəbi də, Həcər də Şah Hüseynin düşdüyü fikirdən xəbərdar ola bilməzdi. Belə xəyanət onların xəyalına da gələ bilməzdi. Məşədi Paşanın Dəhvardəyirman kəndində həmişə düşdükləri evdə qonaq olur. Gecə xeyli keçənədək onu qonaq saxlayır. Gecə vaxtı buradan çıxıblarını kəndinə yollanırlar. Şah Hüseynin arxadan atdığı güllələr gecənin qaranlığında Nəbinin həyatına son qoyur. Nəbinin ömrünün 46-cı baharı, gecə saat 2 radələri idi. Həcər onu nahaq yerə evdə gözləyirdi. Həcər o gecə sabahadək yatmadı, Nəbini gözlədi, amma Nəbi gəlmədi. O artıq yox idi. Və bir də dünya qaçaqçılıq tarixində bənzər nümunəsi olmayan qaçaq Nəbi ilə Həcərin Azərbaycanın heç yerində abidəsi yoxdur. Təkcə Qubadlıda vardı. 20 ildir orada yoxdur. Elin bugünündə gələydin Nəbi. Qaçaq Nəbi Alıoğlu 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Moğlu kəndində, indiki Qubadlı rayonunda anadan olub. Alı kişi 7 nəfərdən ibarət ailəni çətinliklə dolandırır. Buna görə də o, Nəbini hələ kiçik yaşlarında Şuşadakı tacirlərin yanında nökərçiliyə verir. Atasının ölüm xəbərini alıb kəndlərinə qayıdan Nəbi ailələrinə başçılıq etməyə məcbur olur. Bir müddət sonra isə Nəbinin anası da vəfat edir. O, özündən yaşca balaca bacısı Zeynəbi və qardaşı Mehdini dolandırmaqdan ötürü qapılarda muzdurluq etməyə başlayır. Ata və anasının vəfatından sonra Nəbi yuxarı Moğlu kəndindən olan Molla Xanalının qızı Həcərə aşiq olur və onunla evlənmək qərarına gəlir. Nəbinin həyatında və qaçaqlığında Həcərin xüsusi yeri olub. Belə ki, olduqca gözəl qadın olan Həcər heç kimdən və heç nədən çəkinmədən daim at belində, əlində silahla Nəbinin yanında olur. Onunla birlikdə dağlarda, dərələrdə yaşayır. Nəbinin qaçaqçılığa başlaması sosial ədalətsizliyə qarşı barışmaz münasibətindən irəli gəlsə də, onun dəfələrlə həbs olunması da Nəbinin qaçağa çevrilməsinə xüsusi təkan verib. İsti aylarda adətən bütün Elad kimi Moğlu kəndinin cəmaatı da yaylağa köçürmüş. Yaylaqdan qabaq lazımi şeylər almaq üçün cəmaat Naxçıvana gedirlər. Qaydanda karvan bir kəndin yanında gecələyir. Həmin kəndin cəmaatı Moğlu cəmaatını talamaq üçün onlara hücum edir. Vuruşmada bir nəfər ölür. Sonra iki kənd arasında barışıq yaranır. Ancaq iş divana düşdüyündən Naxçıvanda məhkəmə olur. Nəbi arxayın olur ki, arada barışıq var, yəqin tutqu olmaz, ona görə də məhkəməyə gedir. Burada onu günahkar sayıb həbs edirlər. Bu Nəbinin ilk həbsi olur. Naxçıvan türməsində yatan Nəbini Şuşa qalasına aparan zaman qolu bağlı olsa da yolda qaçmağa nail olur. Nəbinin ikinci dəfə tutulması birbaşa Qubadlı bəylərinin əli ilə olur. Belə ki, Qubadlı bəyləri Moğlu mülkünün yataqlarını öz aralarında bölmək istədikdə Nəbi kəndlilərini bir yerə toplayıb onlar arasında təbliğat aparır. Kəndlilər bəyləri qovurlar. Bəylər bu hərəkəti Nəbiyə bağışlamır. Moğlu kəndinin yaxınlığında digər kənddən olan bir nəfəri Qubadlı bəylərindən birinin qardaşı öldürür. Həmin kəndin adamları bunu Moğlu kəndindən bilirlər. Bundan istifadə edən bəylər həmin işi Nəbinin üstünə atırlar. Beləliklə Nəbini tutub qazamata salırlar. Lakin bu dəfə də Nəbi Qoruz qazamatından qaça bilir. Nəbi həbsdən qaçaraq həm fikirlərini ətrafına toplayır. Bəylərin onu qaçaq saldıqlarını bildirir. Özündən sonra qardaşı Mehdini incidəcəklərini bilib onu da götürüb kənddən çıxır. Gecəykən Qubadlı Məmmədəli bəyin ilxısından hərəyə bir at, Pristav Əliağa bəyin divanxanasından hərəyə bir tüfəng götürüb dağlara qalxırlar. Beləliklə də Nəbinin qaçaqçılıq həyatı 1875-ci ildən başlanır.
Bəylərə, çar məmurlarına, habelə tacir və sələmçilərə qarşı barışmaz düşmən olan qaçaq Nəbi yoxsul kəndlilərin mənafeyini müdafiə edir, mülkədarların var dövlətlərini əllərindən alaraq kasıblara paylayır. Xalq kütlələrinin mənafeyini müdafiə etməsi və fövqəladə şəxsi igidliyi qaçaq Nəbiyə böyük şöhrət qazandırır. Xalq Nəbinin dəstəsinə yaxından köməklik edir, ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət çar kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə keçirdi. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. Hökumət qaçaq Nəbiyə qarşı polis, kazak dəstələri göndərirdisə də onu ələ keçirə bilmir. Türkiyə və İrana da agentlər göndərilməklə Nəbi ardıcıl olaraq izlənilir. Yerli hakimiyyət qurumları, o cümlədən Zəngəzur mahalının naçalniki Səlim bəy Rüstəmbəyov Nəbi ilə davada aciz olduğunu başa düşüb, onun dəstəsinə nifaq salmaq üçün casuslardan istifadə etmək qərarına gəlir. Səlim bəy öz niyyətini Naxçıvan naçalniki Slavatinskiyə açır. Sonuncu isə Naxçıvanın Ordubad cəmaatından olub İranın Urmiya şəhərində ticarətlə məşğul olan Məşədi Paşa Hacıoğlunu bu işə cəlb edir. Məşədi Paşa bəy Nəbinin dəstəsindən olan Şah Hüseyni və Kərbalayı İmanı ələ alır, onlara böyük mükafatlar vəd edir. Özü də tez-tez Nəbinin yanına gedib gəlir, ona dost münasibəti göstərir. Bir müddət sonra Məşədi Paşa Nəbini evinə qonaq çağırır. 1896-cı il mart ayının 12-də gecə saat 2-də qonaqlıqdan qayıdarkən gecə Şah Hüseyn və Kərbalayı İman Nəbini İranla Türkiyənin sərhəddində yerləşən Larin kəndi yaxınlığına gətirirlər. Burada Şah Hüseyn Nəbini arxadan vurur. Nəbi elə oradaca ölür. Lakin Nəbinin ölümü ilə bağlı el dilində dolaşan daha bir əhvalat da var, güya Nəbinin ölümü namus məsələsidir. Bu versiya tam təsdiqini tapmadığı üçün mənbələrdə rast gəlinmir. Əhvalat belədir. Nəbinin dostu hesab olunan Şah Hüseyni Nəbiyə qarşı qoymaq üçün onun arvadını ələ alırlar. Şah Hüseynin arvadı yalandan ərinə deyir ki, Nəbi mənə sataşıb. Onun sözlərinə inanmayan Şah Hüseyn xeyli götür-qoy edəndən sonra arvadının onun namussuz adlandırmasından, Nəbidən qorxmasına görə tənə etməsindən təngə gəlib onun sözlərinə inanır və Nəbini qətlə yetirir. Bu barədə el dilində belə bir şeir də yayılıb. Qadınlar yığılıb bir hiylə qurdu. Nəbinin dostları üzünə durdu. Şah Hüseyn qəflətən Nəbini vurdu. Darasın saçını tellər ağlasın. Yerisin üstündə ellər ağlasın. Nəbinin ölümündən sonra bir müddət nəbisiz fəaliyyət göstərən qaçaq dəstəsi 1897-ci ildə tamamilə dağıdılır. Xalq öz sevimli oğlunun qəhrəmanlığını unutmamış, onun haqqında dastan yaratmış, mahnılar qoşmuşdur. Qaçaq Nəbi haqqında Süleyman Rüstəm Qaçaq Nəbiyə piyesini yazıb, onun haqqında Qanlı Zəmi bədii film çəkilib. Lakin ssenari çox zəif olduğundan film kinotənqidçilər tərəfindən zəif qarşılanıb. Qubadlı rayonunda Qaçaq Nəbinin abidəsi qoyulub. Bakı şəhərində Qaçaq Nəbinin adını daşıyan küçə var. Nəbinin ölümündən sonra Həcər qohumlarının köməyi ilə Moğlu kəndinə gətirilib. Bir müddətdən sonra burada Nəbinin Həmzə adlı bir qohumuna ərə gedib. Həcər Həmzə ilə Moğluda çox yaşayır. Həmzədən isə onun bir neçə övladı olub. Həcər 1914-cü ildə Qubadlı rayonunun Aşağı Moğlu kəndində vəfat edib. Qəbri Aşağı Moğlu kəndindədir. Qaçaq Nəbi 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Azərbaycanın sosial, siyasi və folklor tarixində dərin iz qoymuş, xalq arasında azadlıq rəmzi kimi tanınmış üsyankar və xalq qəhrəmanı kimi yadda qalan şəxsiyyətlərdən biridir. Onun fəaliyyəti təkcə Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz regionu üçün, xüsusən də Çar Rusiyası işğalı dövrünün sosial-ictimai şəraiti baxımından önəmli nümunədir. Qaçaq Nəbinin şəxsiyyətində milli özünüdərkin, ədalətsizliyə qarşı çıxışın, haqsızlığa, zülmə, sosial bərabərsizliyə qarşı müqavimətin təcəssümü öz əksini tapır. Onun əfsanəvi həyatı, qəhrəmanlıq və romantik macəralarla zəngin mübarizəsi Azərbaycan folklorunda, el arasında və bədii ədəbiyyatda geniş yayılıb, bir çox şeirlərdə, mahnılarda, dastanlarda və hətta filmlərdə öz bədii təcəssümünü tapıb. Qaçaq Nəbinin taleyi və fəaliyyəti ətrafında formalaşan xalq yaddaşı onu sadəcə quldur, üsyançı və ya cinayətkar kimi yox, əksinə yoxsulun, haqqı tapdananın, kəndlinin, zülmə məruz qalanların müdafiəçisi,
ədalət uğrunda vuruşan xalq qəhrəmanı kimi qəbul edib. O, dövlət idarəçilərinin, varlıların, bəylərin zülmünə qarşı silaha sarılmış öz dəstəsi ilə çar hakimiyyətinin, yerli idarəçilərin və bəzi hallarda dövlətin hərbi qüvvələrinin qarşısında xalqı qorumağa çalışmışdır. Qaçaq Nəbinin əfsanəvi obrazı bugün də Azərbaycan insanı üçün haqsızlığa qarşı mübarizənin, cəsarətin və ləyaqətin rəmzi kimi qalır. Qaçaq Nəbinin həyatı və ailə kökləri. Qaçaq Nəbinin əsl adı Nəbi İskəndərov olub. O, 1854-cü ildə Cənub bölgəsinin, əsasən Boradigah, indiki Masallı və Lənkəran ətrafında yaşayan sadə kəndli ailəsində dünyaya gəlmişdir. Ailəsi kasıb, lakin mərd, torpaqla, əmək və sədaqətlə yaşayan insanlar olub. Nəbinin uşaqlıq və yeniyetməlik illəri Qafqazda ictimai-siyasi sarsıntıların, sosial ədalətsizliyin və təbii fəlakətlərin artdığı bir dövrə təsadüf edib. Onun ailəsi də çar məmurlarının, bəylərin və yerli feodalların zülmünə məruz qalırdı. Nəbi erkən yaşlarından ədalətsizliyə qarşı dözümsüz, qorxmaz, çevik və cəsur biri kimi tanınıb. O, ata-babasının torpaqlarının zorla alınması, qohumlarının incidilməsi, kəndlilərin hüquqsuz və rəzil vəziyyətdə yaşaması ilə barışmırdı. Gənc yaşlarında yerli idarəçilərin və bəylərin haqsızlığına qarşı çıxır, bu səbəbdən də tez-tez təqibə, cəriməyə, həbsə məruz qalırdı. Onun bu üsyankar xarakteri, insanlara arxa durması və heç kimdən qorxmaması xalq arasında hörmətini artırırdı. Qaçaqçılığa başlama səbəbləri və ilk üsyanlar. Qaçaq Nəbinin qaçaq kimi tanınmasının əsas səbəbi birbaşa sosial ədalətsizlik, feodal zülmü və Çar Rusiyası idarəçiliyinin kəndlilərə qarşı sərt siyasəti ilə bağlı idi. Onun haqqında əfsanələrə görə bir gün kəndin bəylərindən biri Nəbinin bacısını alçaltmaq və ailəsini təhqir etmək istəyir. Bu hadisə Nəbinin həyatında dönüş nöqtəsi olur. O, silah götürüb haqsızlığın qarşısında dayanmağa qərar verir. Çar idarəçiləri, bəylər və onların mühafizəçiləri ilə münaqişələr artır. Nəhayət, Nəbi dağlara çəkilir və özünün qaçaq dəstəsini yaradır. Dəstəyə əsasən yerli kəndlilər, yoxsullar, çar zülmündən və feodal ədalətsizliyindən qaçanlar toplanırdı. Qaçaq dəstəsi bir növ yerli xalqın müdafiə qüvvəsinə çevrilir. Qaçaq Nəbi və onun dəstəsi kəndlilərə haqsızlıq edən bəyləri, məmurları, zənginləri cəzalandırır. Onların var dövlətini yoxsullar arasında bölüşdürür, xeyriyyəçilik və ədalət prinsiplərini əsas tutur. Qaçaq dəstəsinin fəaliyyəti və mübarizə taktikası. Qaçaq Nəbi və onun dəstəsi əsasən Cənub bölgəsi, Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı, hətta Talış dağlarının çətin relyefli ərazilərində fəaliyyət göstərirdi. Onlar meşələr, dərələr, dağ yolları və əlçatmaz ərazilərdə gizlənir, bəzən yerli kəndlilərin köməyi ilə dövlət qüvvələrindən gizlənə bilirdilər. Qaçaq dəstəsinin əsas məqsədi bəy və varlıların kəndlilərə qarşı zülmünə, ağır vergilərə, torpaq müsadirələrinə, haqsız məhkəmə qərarlarına qarşı çıxmaq, zorakılıqla əldə olunan var dövləti kənd cəmaatı arasında bölmək idi. Dəstə silahlı hücumlar, pusqular, bəzən isə açıq döyüşlər təşkil edirdi. Qaçaqların yerli əhalidə dəstək tapması onları uzun müddət çar ordusunun və yerli məmurların qarşısında müdafiəsiz qoymurdu. Qaçaq Nəbi həm də xalq arasında dürüstlüyü, sözə sədaqəti, kasıba və imkansızlara qarşı mərhəməti ilə seçilirdi. Bir çox əfsanələrdə onun yalnız haqsız varlıları cəzalandırdığı, qadınlara, uşaqlara və yaşlılara toxunmadığı vurğulanır. Qaçaq Nəbinin Azərbaycan folklorunda və xalq yaddaşında yeri Qaçaq Nəbinin fəaliyyəti xalq arasında təkcə bir üsyançı və ya quldur kimi deyil, milli qəhrəman və azadlıq simvolu kimi qəbul edilib. Onun adı ilə bağlı yüzlərlə xalq mahnısı, dastan, şeir və əfsanə yaranıb. Onun haqqında yazılı və şifahi ənənədə xalq Robin Hood obrazı formalaşıb. Bədii ədəbiyyatda, filmlərdə, radio və televiziya verilişlərində Qaçaq Nəbinin macəraları, qəhrəmanlığı, mərdliyi, insanpərvərliyi və xalq üçün gördüyü işlər xüsusi vurğulanıb. Azərbaycan folklorunda qaçaq obrazı ədalətsizliyə qarşı çıxış edən, öz haqqı uğrunda vuruşan, zülmə boyun əyməyən insan obrazı ilə eyniləşdirilib. Xalq arasında bu obraz nəsillərdən nəsillərə ötürülərək həm milli ruhun, həm də mübarizə ənənəsinin qorunmasında vacib rol oynayıb. Qaçaq Nəbinin faciəli sonu və irsi Qaçaq Nəbinin fəaliyyəti çar idarəçiliyini daim narahat edib. Onun tutulması və ya zərərsizləşdirilməsi üçün dəfələrlə ekspedisiyalar təşkil olunub. Nəbi və dəstəsinin təqibi, pusquya salınması və məxfi əməliyyatlar illərlə davam edib. 1896-cı ildə bir çox versiyalara görə Nəbi yaxın adamlarının xəyanəti nəticəsində çar hakimiyyətinin xüsusi dəstələri tərəfindən ələ keçirilir və qətlə yetirilir.
Onun ölümü xalq arasında böyük sarsıntı yaratsa da, Qaçaq Nəbinin adı, əfsanəsi və irsi bu günə qədər yaşayır. O, Azərbaycan xalqının ədalət, azadlıq, mərdlik simvolu kimi xatırlanır və istər bədii ədəbiyyatda, istərsə də ictimai təfəkkürdə canlı obraz kimi qalır. Azərbaycan mədəniyyətində onun adını daşıyan filmlər, tamaşalar, heykəllər və xatirə yerləri mövcuddur. Qaçaq Nəbinin fəaliyyəti və Azərbaycan cəmiyyətinə təsiri. Qaçaq Nəbi təkcə 19-cu əsrdə yox, müasir Azərbaycan üçün də sosial ədalətin, xalqı müdafiə etməyin, haqsızlığa qarşı çıxmağın, vətənə və insana bağlılığın rəmzi olaraq qalır. Onun həyat yolu və fəaliyyət prinsipləri, xüsusilə gənclər üçün bir nümunə, cəsarət və əzm mənbəyidir. Qaçaq Nəbinin irsi milli oyanış və milli kimliyin formalaşmasında, xalq ruhunun dirçəlişində, sosial ədalət prinsiplərinin bərqərar olmasında mühüm rol oynayıb. Qaçaq Nəbinin obrazı 19-cu əsrin əvvəllərində Azərbaycan xalq hərəkatı və milli azadlıq ideyalarının təbliğində də mühüm yer tutub. O, bütün dövrlərdə ədalətsizliyə, zülmə, haqsız idarəçiliyə qarşı çıxış edənlərin simvolu olaraq qalır və xalq tərəfindən sevgi, ehtiram və minnətdarlıqla xatırlanır. Qaçaq Hüseyn 1926-cı ildə doğulub. Ailədə 4 uşaq olublar. Atası 41-ci ildə müharibəyə gedir və geri qayıtmır. Onları nənəsi böyüdür. Hüseyn ailənin böyük uşağı olub. Sakit, ağıllı, tədbirli xasiyyəti varmış. Həbs olunmazdan əvvəl Tərtərdə əsəb 50 traktor işlədirmiş. Hərbi xidməti başa vurandan sonra Tərtərə qohumlarının yanına gedir. Bir xeyli pul para toplayıb özünə ev Volqaya almaq istəyir. Qohumları da ona maddi köməklik edir. Lakin bir müddət keçəndən sonra xəbər gəlir ki, Hüseyn üstündə çoxlu pul və silahla tutulub. Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq. Məşhur aktyor vəfat etdi. Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti ənnin təqdimatı keçirildi. Qardaşı Maarif kişi Lent Aza verdiyi müsahibəsində onun tutulması ilə bağlı deyir. Hüseyn Tərtərdə Südabə adlı alverçi bir xanımla çöldən çölə yaşayırdı. Bunu hamı bilirdi. Hüseynin öz ailəsi də ailəsindən ayrılmamışdı. Südabənin cavan, qəşəng bir qızı vardı. O vaxtki rəislərdən biri bu qızla gizlin əlaqəsi olub. Bir gün Südabənin qızı hamilə qalır. Südabə ilə həmin bu rəis oturub götür qoy edirlər ki, Hüseyn bu söhbəti eşitsə məsələ böyüyəcək. Nə qədər söhbət yayılmayıb, onu silahla tuttursunlar. O vaxt rəisin əlaqələri geniş idi. Hətta məhkəmədə Südabə ilə qızı da Hüseynin üzünə dirəndilər. Üstəlik, prokuror məni çağırıb dedi ki, qız hamilədir, özü də deyir, uşağın atası Hüseyndir. Bu, biabırçılıq idi. Açığı, mənim də dalağım sancdı, dedim, insandı da. Amma qardaşımla görüşəndə o, mənə kişi kimi and içdi ki, belə bir söhbət olmayıb və ola da bilməz. Bu, məni məhv eləmək üçün həmin rəislə Südabənin qurğusudur. Məhkəmə ekspertizanın rəyini gözləyir. Həqiqətən də məlum olur ki, Hüseynin bu qızla heç bir əlaqəsi olmayıb. Amma silaha görə ona 5 il iş kəsirlər. Özü silahın ona məxsus olduğunu mərdliklə boynuna alır. Hüseyn 3 il həbs yatır. Himayəsində 5 uşaq olduğundan başqa qanun pozuntusu törətmədiyindən hökumət bunları nəzərə alıb onu 3 ildən sonra sərbəst buraxır. Həbsdən çıxandan sonra Hüseyn qardaşına deyir ki, Azərbaycanda yaşamayacaq, baş götürüb Rusiyaya gedəcək. Deyilənlərə görə o namus söhbətinə və özünün şərlənməsinə görə çox sarsılır. Belə bir namərdliyin heç vaxt ağlına gəlmədiyini deyir. İntiqam eşqi ilə alışıb yanan Hüseyn imkan tapıb yolunu Südabənin evindən salır. İçəri girəndə həmin rəislə Südabəni bir yerdə görür. Üstündəki xəncərlə rəisi öldürür, Südabəni isə öz evindəki tüfənglə çiynindən yaralayır. Deyilənə görə qadın olduğu üçün onu öldürmür, amma nişanəsiz buraxmaq da istəmir. Sonralar bu iş çox araşdırılır. Axırda həmin rəisin qəbrinə 8 il iş kəsirlər. Hər yerdə axtarılsa da qaçaq Hüseyn milislərdən qorxmur. O boyda hadisədən sonra yenə rahatca kəndə gəlir, hətta toylara gedir.
Deyilənə görə milislərin yarısı ondan qorxur, yarısı da bu namus söhbətinə görə hörmət eləyir. Bilirlər ki, cəmaat onu çox istəyir, heç kim Hüseyni tutub insanların gözündən düşmək istəmir. Amma rütbə almaq üçün bu işə qol qoyanlar da olur. Bir gün Novruz bayramı ərəfəsində Ağdam milis şöbəsinə məlumat çatır ki, qaçaq Hüseyn silahsız vəziyyətdə Şotlanlının üstündəki dərədə tək başına naxır otarır. Rəis bir dəstə polislə ora gəlir və uzaqdan müşahidə edir. Adamın silahsız olduğuna əmin olandan sonra dəstəni buraxıb təkcə ona yaxınlaşır. O, atlı imiş və əynində uzun plaş varmış. Daha dəqiqi milis formasını bu plaşın altında gizlədibmiş. Hüseyn də ilk gəlişində onu sadə bir adam hesab edir, amma yenə ehtiyatı əldən vermir. Hüseynin cibində qovurğa varmış. Plaş geyinən atlı ona yaxınlaşanda şübhələnir. Milis işçisi əyilib cibində saxladığı qaçağın şəklinə, sonra Hüseynə baxır. Milis əyiləndə plaşın altından poqonunun ucu görünür. Qaçaq Hüseyn əlini cibinə salıb oradan bir ovuc qovurğa çıxarır. Deyir, səni and verirəm Allahın bu bərəkətinə mənimlə işin olmasın. Bilirsən ki, mənə qarşı haqsızlıq elədilər. O da Qurana and içir ki, sənə zərər verməyəcəm. Amma yaxınlaşan kimi qəfil qaçağın üstünə cumur, onu tək başına qandallayıb aparmaq istəyir. Rəis müavini fiziki cəhətdən güclü və hazırlıqlı imiş. Qaçaq Hüseyn nə qədər xahiş edirsə ki, ondan əl çəksin, alınmır. Süpürləşirlər, milisin silahı özündən uzağa düşür. Bu vaxt Hüseyn onu üstələyir. Rəis silaha tərəf qaçır, onu alıb atəş açmaq istəyəndə qaçaq Hüseyn xəncərini çıxarıb atır, xəncər rəisin ürəyinə sancılır. Qaçaq Hüseyn rəisin plaşına geyinib atını minir və dağlardan aşıb Çələkdar kəndindən Ağdərəyə keçir. Qaçaq Hüseyn Qarabağda, Gəncəbasarda çox məşhur idi. Qaçaqlığının əsas dövrünü Laçında keçirmişdi. Çoxları elə bilirmiş ki, o Laçınlıdır. Ancaq onun özünün yox, həyat yoldaşının Laçından olduğu deyilir. Hüseynin Laçında qohumlarla bahəm çoxsaylı dostları olub. O, Ümumittifaq axtarışında idi. Rejissor Eldar Riyazanovun məşhur "2 nəfər üçün Vağzal" filmində fotosu axtarışda olanların güşəsində kadra düşüb. Bütün güc nazirlikləri, hətta keçmiş ittifaqın bəzi instansiyaları onu ciddi şəkildə axtarsalar da, Hüseyn tərtərdə oğlunun toyunu eləyir, özü də toya gəlir. Çox adam bilmir ki, həyətdəki ağacların birinin budağında oturub toyu izləyən adam qoçaq Hüseyndir. Ancaq nə qədər gizlənsə də, hökumət onun üzə çıxmasını istəyir. O vaxtki nazir onun qardaşı Maarif kişini çağırıb deyir ki, Ağdamda işləmişəm, sizin cəmaatı yaxşı tanıyıram. Get, qardaşınla danış, öz razılığı ilə üzə çıxsın. Ona belə daha yaxşı olar. Qardaşı nazirin dediklərini Hüseynə çatdırır. O isə etibar etmir, deyir, bir deputat var, mənimlə bağlı Brejnevlə görüşməlidir, qoy bu görüşü gözləyək. Qardaşının dediyinə görə o vaxtki Azərbaycan rəhbərliyi də Hüseyn barədə yuxarılarla danışır. Deyir, heç kimin onu öldürməyə ixtiyarı yoxdur, gəlib qanuna təslim olsun, işinə məhkəmə baxsın. Qaçaq Hüseynin bir çox əhvalatlar kimi qətli ilə bağlı gəzən söz-söhbətlər də müxtəlifdir. Bir versiyaya görə Hüseyni Kəlbəcərli kirvəsinin əli ilə onun evində öldürüblər. Güya sonra başqa qaçaqlar həmin adamdan Hüseynin qisasını alıblar. Lakin Maarif kişi bu versiyanı tamamilə inkar edir, Kəlbəcər məsələsi belədir. Hüseyn öldürüləndə Tərtərdə Sabir adlı bir rəis vardı. Kəlbəcərdən idi. Sabir rütbəsinin artmasına görə Hüseynin qanını boynuna götürdü. Dedi, mən öldürmüşəm. Hamı bilirdi ki, vəzifə xətrinə deyir. Dəfndən biraz sonra Sabirin atası Quran kitabı götürüb, bir neçə Seyid Molla ilə qapımıza gəldi. And içdi ki, oğlum bu söhbəti yalandan danışır. Əslində isə onu 1978-ci ildə Bərdənin Ləmbəran kəndi yaxınlığında öz qaçaq yoldaşları yatdığı yerdə kürəyindən vururlar. Hüseyn həmişə deyirmiş ki, heç vaxt özümü sağ-salamat ələ vermərəm. Bu səbəbdən də o, kürəyindən vurulanda qəfil çevrilib, öz tapançası ilə öz ağzından atır. Bu barədə onun ailəsinə Gəncədəki həkimlər deyib. Amma onun ağzındakı yaranı elə tikirlər ki, azca da olsun eyib qalmır. Həkimlər bunu Hüseynə son hörmət olaraq etdiklərini deyirlər. Qaçağın ölüm xəbərini eşidən Gəncə cəmaatı tökülüb xəstəxananın qarşısına və təkidlə qaçaq Hüseynin meyitini tələb ediblər.
Hökumət heç nə olmamış kimi meyiti cəmaata təhvil verib. Dəfninə hər tərəfdən, hətta Gürcüstandan adamlar gəlir. Bugün Arazın o tayında baş verən hadisələr müəyyən mənada Azərbaycanın Qarabağ uğrunda savaşının uğurlarından da güc alıb. Həmin hərəkatın edamlara, təzyiqlərə, ölümlərə baxmadan inadla davam etməsi həm də dünya Azərbaycanlılarının Qarabağ zəfərindən aldığı ilhamın və ümummilli ruhun yaratdığı dalğa ilə də bağlıdır. Bu təəssürat yazısı publisist Ulduz Qasımın yaradıcılığına münasibətdən qaynaqlanır. Soydaşımız uzun illər vətəndən uzaqda yaşasa da bir anda olsun özünü onun taleyindən kənarda görməyib. Onun əsərləri insan olmaq uğrunda mübarizə salnaməsidir. Tələbə gündəliyi, Mən aşiqəm Qarabağda, Qürbət zöhrəsi, sosial şəbəkədə ardıcıl olaraq davam edən esseləri, publisist yazıları cəmiyyətə insan olmağın yolunu təlqin edən əsərlərdir. Xocalı şikəstəsi, Solmayan Nərgiz, Qarabağda qiyamət, Ağ göyərçinlərə romanları qanın qurumadığı, qisas uğrunda mübarizənin ən odlu çağlarında yazılmış əsərlərdir. Və demək, tarixi Qarabağnamələrin mənəvi davamı olan Ulduz salnaməsi müəllifin vətən uğrunda bir savaşçı olduğunun sübut sənədləridir. Və nəhayət, Qaçaq Aslan romanı. Bu romanın qəhrəmanı Qaçaq Aslan Təbrizdə 1945-ci ildə milli hökuməti qurmuş qəhrəmanların ümumiləşmiş obrazıdır. Qaçaq Aslan milli savaşın bədii salnaməsidir. Təkcə elə bu roman bəs edir ki, sıravi fədailərin hər biri miqyassız bir qəhrəman kimi qəbul edilsin. Əsər insan gücünün nəyə qadir olduğunu ən real, həyati epizodlarla göstərə bilir. Baxmayaraq ki, milli hökumət uğrunda savaş birlik şərəfli yoldan sonra öz qanında boğuldu. Əlbəttə, Birləşmiş Beynəlxalq İrtica və Şah rejimi heç bir insani qanun tanımadığını və yalnız mənafi mövqeyindən hökm etdiyini artıq tarixin lənətli bir səhifəsi kimi miras qoyub getdi. Milli hökumətin lideri Seyid Cəfər Pişəvəri hadisələrin sonunda onu tək qoyan Sovet müttəfiqlərinə açıq-aşkar demişdi ki, siz bizim ideallarımıza xəyanət etdiniz. İndi imkan verin, öz haqqımızı qoruyaraq döyüş meydanında şərəflə ölək. Böyük Pişəvərinin bir xalq üçün tarixi and ola biləcək həmin sözləri bugün yaddaşlarda oyanmaqdadır. Çox güman ki, Qaçaq Aslan romanının təmsil etdiyi insanların da hər biri indi məzar sükutunda ruhunun dili ilə danışır. Qaçaq Aslan romanının son səhifələrində çox təsirli epizod var. Şərqşünaslıq fakültəsinin tələbəsi Beytullah Ərsalan onunla bir qrupda oxuyan dostu Kamalla Cəbrayıla qonaq gedir. Sərhəddin kənarı ilə şütüyən qatarın pəncərəsindən Araz boyu baxır. Dəmiryol xəttindən bir neçə metr o tərəfə tikanlı məftillərin cızıltısını öz canında hiss edir və bunu dostuna da bildirir. Dostunun dayısı, dövrünün tanınmış adamı, sosialist əməyi qəhrəmanı Köçəri Babayev bacısı oğlunun təklifi ilə onları Xudafərinə aparır. Üstündən az qalan bir quşda səkməyən tikanlı məftillərin qapısını açdırır, Beytullah Ərsalanın körpü üstünə çıxmasına icazə alır. Yeniyetməlik çağınacan doğma yurdunun havası ilə böyümüş Beytullah, sanki atasından aldığı həsrət yanğısı ilə o taya baxır. Təkcə elə onun düşüncələri yeni nəsillərə birlik dərsliyi ola biləcək gücdədir. Ulduz Qasım Qaçaq Aslan romanını ürək qanı ilə yazıb. Necə ki, Qarabağ salnamələrini iztirabları ilə, qəlb göynəmləri ilə yaradıb. Ulduz, sözün həqiqi mənasında savaşçıdır. O, zahirən çox sakit görünən, ağrısını içində çəkən qələm əhlidir. Təkcə onun hansı müqavimətləri dəf etdiyini təsəvvür edə bilsək, bu cansız, çəlimsiz qadının daxilən necə böyük qüdrət sahibi olduğunu dərk etmək çətin olmaz. O, əhatəsində olanların müqavimətini qıraraq, yorulmadan yazı savaşı apararaq, əsərlərini necə nail olubsa, yaratdıqlarını da elə iradəsi və inamı ilə işıqlığa çıxara bilib. Ulduz vətəndən uzaqda yana-yana yaşamağın, oda tutularaq yaratmağın örnəyidir. Bilmirəm, bəlkə də təkrar etmək yerinə düşər. Haradadır elə bir vətən fədaisi olan imkanlı şəxs ki, bu əsəri daha kütləvi tirajla nəşr edib ünvanına çatdıra bilər. Əlbəttə, söhbət Qaçaq Aslan romanından gedir. Ulduz Qasım yaradıcılığının fikir ünvanlarının hər tərəfinə yol aça biləcək zamanını yaşayır. Vətəninin taleyini sözünün taleyi bildiyi kimi, sözünün də taleyini vətəninin taleyi kimi qavrayır. Belə olmasaydı, yəqin ki, Qaçaq Aslan kimi yanğı ilə dolu əsəri yaratmaq çətin olardı. Aslan Borçinin taleyi ən ağır həsrətlərdən keçərək bugün yaddaşlarda təzədən oyanışa gəlir.
Ötən aylarda İranın Zəncan şəhərindən olan jurnalist yazısı Səhra Rızai Qaçaq Aslan romanını fars dilinə tərcümə edib. Səhra xanıma və Təbrizdə fəaliyyət göstərən Sonayi nəşriyyatına təşəkkür edirik. Bugünün qaçaq aslanları öz fədai babalarının yolunda davamlı mübarizədədir. Belə bir vaxtda Qaçaq Aslan romanı qəlblərə milli ruh, əzələlərə qüvvət və dözüm gətirir. On 19-cu əsrdə Gürcü yazıçılarının Azərbaycan mövzusuna maraq və məhəbbətinin güclənməsinə Azərbaycanlılarla Gürcülərin çiyin-çiyinə yaşadığı, mübarizə apardığı, mütərəqqi Azərbaycan ziyalılarının toplaşdığı Tiflis ədəbi mühitinin də rolu az deyildi. Məhz bu mühit yazıçılar, mətbuat xadimləri, jurnalistlər, aktyorlar və arasındakı sıx təmas və qarşılıqlı əlaqələr müasir ədəbiyyatşünaslıqda deyildiyi kimi, kontakt əlaqələr daha geniş vüsət alaraq Azərbaycan ədəbiyyatında Gürcü ədəbiyyatında isə Azərbaycan mövzusunun güclənməsinə, xalqlarımız arasındakı dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə kömək edirdi. Azərbaycan həyatı, xalqımızın adət və ənənəsi, keçdiyimiz şanlı yol, Azərbaycan və Gürcü xalqlarının yadelli işğalçılara qarşı birgə mübarizədə möhkəmlənmiş dostluğu Gürcü ədəbiyyatını maraqlı mövzularla zənginləşdirirdi. Bu dövrdə Azərbaycanda baş verən böyük ictimai, iqtisadi və siyasi irəliləyişlər Gürcü ədəbiyyatında və bu ədəbiyyatın əsas təbliğ vasitələrindən biri olan mətbuatda öz əksini tapırdı. Humanizm və demokratiya bayrağını yüksək tutan Gürcü yazarlarının köhnə nəsil ilə çiyin-çiyinə gedən yeni ədəbiyyatçılar nəsli Azərbaycan xalqının həyatını unutmur, öz sələflərinin ənənələrinə sədaqətlə yanaşırdılar. Gürcü ədəbiyyatında olduqca rəngarəng olan Azərbaycan mövzusunda çoxlu əsərlər 19-cu əsrin ortalarından başlayaraq yaranmağa başlamışdı. Gürcü dilində çıxan qəzet və jurnallarda, toplu və kitablarda Bakı, Gəncə, Zaqatala, Quba, Qazax, Şəki, Qarabağın müxtəlif güşələri, o cümlədən Şuşa şəhəri haqqında müxtəlif janrlarda yazılmış publisistik və bədii əsərləri çap olunmuşdur və digərlərinin Azərbaycana həsr etdikləri nəzm və nəsr əsərlərini demirik. Bütün bunlar Gürcü oxucusuna Azərbaycanla, onun keçmişi və indisi ilə tanış olmaq imkanı verirdi. Burada məqsədimiz həmin dövrdə Azərbaycan mövzusunda yazılmış əsərlərin heç də hamısından bəhs etmək deyildir. Müasir dövrdə uydurma Qarabağ problemi ətrafında baş verən hadisələr, min cür fırıldaqlar işlədildiyi bir zamanda xüsusi aktuallıq kəsb edən yalnız bir əsərin 9-cu əsrdə yaşayıb yaratmış öz sələflərinin gözəl ənənələrini davam etdirən Gürcü şairi Georgi Dvanadzenin 1878-ci ildə Tiflisdə, Gürcü dilində ayrıca kitabça şəklində çapdan çıxmış Qarabağlı Qaçaq Aslan bəyə poeması haqqında danışmaq lap yerinə düşərdi. 19-cu əsrdə Çar mütləqiyyətinə qarşı mübarizənin formalarından biri kimi qaçaqçılıq Zaqafqaziyada, Rusiyada və digər bölgələrdə geniş yayıldığı bizə məlumdur. Bu hərəkət yazıçılara, o cümlədən Gürcü yazıçılarına mövzu verirdi. Onlar Azərbaycanda qaçaqçılığı xüsusi diqqətlə izləyir, öz ədəbiyyatlarını qəhrəmanlıq mövzusunda əsərlərlə zənginləşdirirdilər. Zurab Antonov məhz belə etmişdir. Onun yaratdığı Koroğlu pyesində Koroğlu surəti Gürcü səhnəsində xalqın havadarı olan, onun azadlığı uğrunda bəylərə və xanlara qarşı vuruşan ilk qəhrəman idi. Georgi Dvanadzenin ondan təxminən 20 il sonra yaratdığı Qaçaq Aslan bəy surəti də Gürcü xalqına mərdlik, ədalət hissləri tərbiyə etmək məqsədi daşıyır. Poema hər cür sərvətlə zəngin olan, tarlaları göz işlədikcə uzanan, pambıq və yun, ipək və düyü, arpa və buğda, kilim və xalça kimi məhsulları, köhlən atları ilə şöhrət qazanmış Qarabağın tərifi ilə başlanır. Qarabağ dediyi ulu bir diyar. Sərvətlə, nemətlə dolu bir diyar. Tarlalar uzanır göz işlədikcə. Onları suvarır dumduru çaylar. Ətrafda ucalan möhtəşəm dağlar. Bu gözəl torpağa keçik çəkirlər. Yerlərin sahibi igid türklərdir. Pambıq becərirlər, çəltik əkirlər. Bolluq məskənidir başdan ayağa. Heç kəs möhtac deyil çörəyə, yağa. İpəyi parçası aşıb daşıbdır. Kilimi, xalçası məşhurlaşıbdır. Dünyada tanınır atları onun. Min dərdə dərmandır otları onun. Ətrafa baxanda ürək sevinir. Arzu qanadlanır, dilək sevinir. Tərcümənin ikinci bəndinə diqqət yetirsək görürük ki, Gürcü şairi. Ətrafda ucalan möhtəşəm dağlar.
bu gözəl torpağa keçik çəkirlər. Misraları ilə söhbətini Qarabağın dağlıq hissəsindən, yəni indiki Dağlıq Qarabağdan getdiyini, sonraki misralarda isə Qarabağın yalnız türklərin, yəni Azərbaycanlıların əlində olduğunu göstərir. Gürcü şairi Qarabağın əsrarəngiz gözəlliyinə, füsunkarlığına, heyvanlar aləminə vurğundur. O, yazır ki, ceyranlar, cüyürlər sürüsünü görəndə insan dərdini tamamilə unudur, təbiətin gözəlliyindən sonsuz ləzzət alır. Bu diyar öz igid qaçaqları ilə məşhurdur. Georgi Dvanadzini hər şeydən əvvəl məhz bu məsələ maraqlandırır. Qarabağda qaçaqçılığın qəhrəmanlıq işi olduğunu, insanın ləyaqətinin onunla ölçüldüyünü göstərir. Bilməsə qaçaqlıq hər hansı oğlan. Qızlar ötüb keçər eləsindən yan. Aslan poemasında mərd, cəsarətli qəhrəman, bəylərə qan udduran bir qaçaq kimi təsvir edilmişdir. Yeri yurdu qalın və keçilməz meşələr olan bu igid 3 dəfə həbsxanadan qaçmışdır. Onu yenidən tutmaq son dərəcədə çətindir, çünki sərrast atəş açmağı hamıdan yaxşı bacarır, başına topladığı dəstə ilə güclü və qorxmazdır. Çar mayoru Qriqoryev və Qarabağ xanı Şirvan bu dəstəyə qarşı mübarizədə zəif görünürlər. Qovğalardan çıxmış dəstəsi hər an. Güzəştə getməmiş ya da heç zaman. Vuruşmuş, çarpışmış hədsiz hünərlə. Dönmüş məskəninə yalnız zəfərlə. Müəllif Aslan bəyin igidliyindən çox böyük həvəs və ilhamla söhbət açır. Onu Epolad qəlbli insana adlandırır. Zəhmli qılıncı ilə düşmənin bağrını yardığını göstərir. Qarabağlı qaçaq Aslan bəyə poeması Gürcü ədəbiyyatında qəhrəmanlıq mövzusunda yazılmış qiymətli əsərdir. Bizə isə tariximizi nəzər salmağımız, keçmişimizə qanrıldığımız üçün əvəzsiz ədəbi abidədir. Burada Qarabağ xanlığı, İbrahim xan, Cavanşir xan haqqında söhbət gedir. Bunlar tarixi şəxsiyyətlərdir. Çox ehtimal ki, Aslan bəyə qarşı mübarizədə aciz olan, qaçağı yalnız hilə işlətmək yolu ilə ələ keçirməyə çalışan mayor Qriqoryev də o dövrdə çarizmə xidmət etmiş gerçək şəxsdir. Belə olduğu halda Aslan bəy surətini Gürcü şairinin təxəyyülünün məhsulu hesab etmək düzgün olmazdı. Tarixi şəxsiyyətlərin əhatəsində olduğuna görə, bundan əlavə poemada verilən bəzi cizgilərdən göründüyü kimi Aslan bəy Georgi Dvanadzinin müasiri olmuşdur. Deməli, Aslan bəy özü də qaçaq Nəbi, qaçaq Kərəm kimi xalqın azadlığı uğrunda mübarizə aparan tarixi şəxsiyyətdir. Gürcü şairi Aslan bəy surətini yaratmaqla və onun Gürcü ədəbiyyatında xalqın azadlığı uğrunda mübariz kimi təsvir etməklə gürcülərdə qəhrəmanlıq və vətənpərvərlik hissi tərbiyə etmək məqsədi güdmüşdür. Onlarla Gürcü şair və yazıçıların Azərbaycan mövzusunda yazdıqları əsərlər gürcülərlə Azərbaycanlıların tarixi dostluq ənənəsidir və bugün də həmin dostluq davam edir. Tarixi qədim olan xalq inkişafı və tərəqqini mehriban dostluqdan, millətlərarası münasibətlərdən, dilindən, dinindən asılı olmayaraq ənənələri hörmətdə və onu qiymətləndirməkdə görür.